Bugün daha bir fərqli məhsulu gəlin bir yerdə yoxlayaq. Daha bir sinek növüdür bu. Bu digər yoxladığımız növdən fərqli olaraq baxın bu formadadır və bu sarımsaq və acı biberlidir. Gəlin bunun da bir yerdə dadına baxaq. Bu formada açılır. Və bu formadadır. Yəni üzərində göründüyü kimi deyil. Bu bütöylü sarımsağın çox kəskin iyi var. Gəlin dadını yoxlayaq. Biraz kəsək. Çox kəskin sarımsaq iyisi onu dadını yoxlayaq. Çox acı və çox sarımsaqlıdır. Ümumi götürdükdə digər sinek növündən fərqli olaraq məncə daha yumuşaqdır. Amma bu daha yağlıdır. Dadın ümumi götürsək, məncə bunun dadı daha yaxşıdır. Acı sevənlər bunu daha çox sevəcək. Yumuşaqdır, rahatdır yeyilməsi. Ümumi götürdükdə dadı normaldır, bəyəndim mən. Tərlan belə deyir.